Hoş gördük. Premier Liqanın 28-ci turu başa çatmaq üzrədir. Turun bağlanış maçı Sumqayıt Qəbələ qarşılaşması Mehdi Hüseynzadə adına Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda başlayacaq bir neçə dəqiqədən sonra. Bu tur o qədər də bol qollu keçmir. 5 maç artıq yekunlaşıb. Açılış maçında Araz Naxçıvan Turan Tovuzla oynadı və Turan Tovuz 3-0 hesabıyla qalib gəldi. Maç başladı. Ötürmə gəlir cərimə meydançasına. Başla zərbə. Qapının yanından keçir top. İsmail Akinade. Nigeriyalı futbolçu bu epizodda cəhd etdi. Əslində yalnız Ronaldo Vazquez qapçı meydançasında, digərlər nisbətən geridədirlər. Sumqayıtdan ötürmə gəlir və Səlahət sola. Badolo Yankovic'lə görə bu dəfə cinahdan eynir Yankovic. Bu dəfə ona qarşı Kundaya ötürməni edə bildi. Başla zərbə və gol! Höccət hak verdi. Sumqayıt hesabı açır. Aleksa Yankovic'in sol cinahdan ötürməsini rahat şəkildə qola çevirir. Höccət hak verdi Sumqayıtın 3 nömrəli futbolçusu. Standart vəziyyətdən sonra yubandı rəqibin cərimə meydançasında və əbəs yerə bu qərarı vermədi. Baxırıq. Gəlin baxaq Höccət hak verdinin hərəkətini görün necə zamanında mövqe seçdi. Bir qədər fərqli nöqtədəydi. Əsl forward instinkti nümayiş etdirdi burada Höccət hak verdi. Çox doğru şəkildə hərəkət etdi. Lazım olan nöqtəyə getdi və iki müdafiəçinin arasında elə mövqe seçdi ki, nə Murad Musayev, nə də Nicat Əliyev ona mane ola bilmədilər. Və əlbəttə Aleksa Yankovic'in də payı böyüdü. Geri oynadı və uğursuz ötürmə indi burada fürsəti var Qəbələnin. Təkdir demək olar ki, zərbə qapıya və top qapının yanından keçir. İnanılmaz fürsət. İsmail Akinade əldən verir. İstifadə edə bilmədi, dəyərləndirə bilmədi Sumqayıtın bu hədiyyəsini. Qəbələnin 24 nömrəli futbolçusu. Baxırıq təkrara. Kim etdi bu səhvi? Badolo ötürməni edir və əlbəttə gözləmirdi, Höccət hak verdi. Heç tam olaraq Höccətin ayağına da verilməmişdi bu ötürmə. Höccət hətta əli ilə də göstərirdi ki, bura ötürmə çox təhlükəli. Faktiki olaraq təkbətək çıxartdı. Ninkovic'dən ötürmə sola, dəqiqdir. Aleksa Yankovic, Eşkin yenə ona qarşı. Yankovic ötürmən edir. Yenə Höccətə doğru, bu dəfə havada yaxşı oynadı Nicat. Hələ ki təhlükə davam edir Qəbələnin qapısı qarşısında zərbə və top qapının yanından keçir. Ronaldo Vazquez. Eşkin topu aldı ondan. Eşkin ötürmə cərimə meydançasına alınmır zərbə burada Massumo'dan, Akinade'də. Eduardo ötürmə irəli. Bir toxunuşla yaxşı oynadı bu dəfə Akinade. İndi Balua'nın zərbəsi. Xəyal Fərzullayev topu əlindən buraxır. Balua burada nə oldu ona? Özünü yıxdı yerə. Ötürməsi pis alınmadı Akinade'nin. Balua zərbə indirir. Xəyal yaxşı oynamadı burada. Burada isə ayağına dolaşdı. Balua'nın yerdə qaldı və nəticədə Sumqayıt hücuma keçdi. Bir daha bu rakursdan izləyək. Uzandı biraz bu hücum. Nadir Orucov. Onun ötürməsi. Başlar Rüstəm. Ronaldo Vazquez. Və Səlahət topu tutur. Rüstəm Əhmədzadənin Əhmədov yerinə yetirir standart vəziyyəti izləyirik. Ötürmə gəlir cərimə meydançasına. Eduardonun zərbəsi alınmır. Qarışıqlıq və burada necəsə topu çıxarır cərimə meydançasından Sumqayıt. Eşkinin ötürməsi. Eduardonun cəhdi. Burada yaxın məsafədən zərbə. Burada 50 oyun var idimi kimdəsə, məncə yox. Akinade və Kefel'in mübarizəsi. Kefel burada topu oynadı. Akinade yıxıldı. Bilməm burada nə qədər problem var ola bilərdi. Hər halda Vüqar Həsənli davam deyir. Oyun davam edir. Bəli. Akinade Höccət hak verdi. Top indi Qəbələ futbolçularında da Akinade cərimə meydançasında qapı qarşısına ötürmə və Kefel Rəsəndi topu meydandan çıxarır. Oyundan kənar vəziyyət var idi burada. Vüqar Həsənli
İlk hissəni başa çatdırır Sumqayıt Qəbələ maçında. Və ikinci hissə başladı. Xatırlayaq heyətləri. Eşkin ötürməni edir cərimə meydançasına. Höccət haqq verdim. Yaxşı oynayır havada bu dəfə müdafiəçi olaraq. Burada indi fürsəti var. Qəbələnin zərbə top qapının üstündən keçir. Seydina Keita yoxladı bu epizodda. Və zərbəsi geridə qalındı. Baxırıq təkrara. Uzaqlaşdırılan top Murata. Yaxşı oynayır havada. Murad Musayev qapı qarşısına və Aleksey Yankoviç. Son anda Eduardo onu qabaqlayır. Səsləndirdiyini eşidirik. Gəlin baxaq. Balluanın zərbəsi. Xəyal Fərzullayev. Oyunda ilk seyvini edir. Sumqayıtın gənc qalkiperi baxırıq təkrara. Balluanın ötürməsi, daha doğrusu Prince'in ötürməsi, Balluanın zərbəsi və Xəyal. Ötürmə gəlir. Başla zərbə Eduardo. Yaxşı fürsət idi. Qapının üstündən keçir top. Yaxşı gəldi bu topa Senhacı ilə. Mübarizədən üstün ayrıldı, amma istənilən zərbəni endirmədi burada. İstənilən kimi toxunuş edə bilmədi topa başla Eduardo. Badolo burada tərəddüd edir və topu itirir. Balua götürməsi İsmailə. Akinade qapı qarşısına alınmır Ovusu da. Ovusu da alınmır. İndi əllərini qaldırıb arxası qapıya qəbul edir Akinade. Ötürməni verə bilir. Eşkin Əhmədovun zərbəsi. Növbəti cəhd Eşkindən top yenə qapının üstündən keçir. Eşkinin ötürməsini verə bilir Akinade. Zərbə Ovusudan dirəkdən qaydır. Daha bir zərbə olacaqmı? Yox. Zərbə vuran yoxdur topu. Balua. Baluanın ötürməsi başla. Akinade'nin zərbəsi və yaxud ötürməsi hər halda. Bir qədər geri bu dəfə. Murata yerdə qalır amma yox. Fol yoxdur. Əks hücuma çıxır Qəbələ. Balua irəliyir. Balua ötürməni verə bildi. Massumo təşbih gedir. Massumo! Çox qeyri-dəqiq bir zərbə. Domi Massumo növbəti əldən verilən fürsət Qəbələ üçün. Baluanın ötürməsi, Massumo'nun zərbəsi və Ovusu cərimə meydançasının önünə zərbə Baluadan. Yenə irəli ötürmə. Yankoviç artıq sol cinahdadır, sürətli yığır topla. Yankoviç cərimə meydançasına başlar Ramalingom. Qeyri-dəqiq zərbə növbəti dəfə izlədiyi biz bu maçda. Nuqay Rəşidov oyuna daxil olur. Sumqayıtın 1-0 hesablı üstünlüyü davam edir. Ramalingom'un zərbəsinin təkrarını izləyirik. Bura yaxşı gəldi, amma çox qeyri-dəqiq bir zərbə alındı nəticədə. Ramalingom görək nə edəcək. İki futbolçunun əhatəsindədir. Ramalingom topu saxlaya bildi. Ramalingom! Bu da Sumqayıtın təhlükəli zərbəsi və burada Səlahiyyət Ağayevin oyuna müdaxiləsi. Aleksandr Ramalingom burada hazırlaşdı zərbəyə əməlli və yoxladı sol ayağı ilə. 4 dəqiqə artırılır. Rüstəm Əhmədzadə və Səlahiyyət qapısını tərk edir. Burada müdaxiləsini edə bilir, amma Sumqayıtın hücumu davam edir. Ramalingom büdürüyor burada. Və bu da maçın final fiti. Sumqayıt demək olar ki 3 aylıq və 9 oyunluq fasilədən sonra Premier Ligada qələbə qazanabilir.